Gədəbəy rayonunun Söğüdlü kəndində yaşlı kişi və arvadı yatdığı yerdə öldürülüb. Səhər saatlarında qızı ata-anası yaşayan evə girən zaman onların yataq otağında öldürüldüyünü görüb. Dərhal digər qardaş bacılarını və qonşuları köməyə çağırıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib. Meyitlərə baxış keçirilən zaman Səyyad Ələsgərov və onun həyat yoldaşı Bəstə Aliyevanın üzərində zorakılıq əlamətləri olduğu məlum olub. Səyyad Ələsgərovun oğlu Rafael Aliyev bildirib ki, valideynlərinin heç kəslə şəxsi qərəzi olmayıb. 1 iyun 2016-cı il tarixdə saat 09 radələrində Gədəbəy rayonunun Söğüdlü kənd sakinləri 1942-ci il təvəllüdlü Ələsgərov Səyyad Məmmədoğlunun və onun arvadı 1928-ci il təvəllüdlü Aliyeva Bəsti İbrahim qızının yaşadıkları evin birinci mərtəbəsində yataq otağında çarpayının üzərlərində zorakılıq əlamətləri olan meyitlər aşkar olunmuşdur. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir. Cabir Məmmədov, Kamran Əskiparalı, Rüfət Dağıyev, Səs TV, Gədəbəy.